Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ukdeten min lisani yefqahu kavli. Allahümme allimna ma yenfa'na ve enfa'na ma allamtana ve zidna ilme amma ba'd. Əziz və dəyərli qardaşlarım, hörmətli dinləyicilər, Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərinin izahı silsiləsinə davam edirik və Buluğul Məram kitabında qaldığımız hissə nəzasətdən təmizlənmək və onun bəyanı fəsli barəsindəki 2-ci hədis və İbn Həcər Əl-Əsqəlani rahimehullahın öz kitabında sıralama ilə gətirdiyi hədisin nömrəsi isə 25-ci hədisdir. Və anhu radiyallahu anhu qal, Ənəs ibn Məlik radiyallahu anhu rəvayət edir ki, لما كان يوم خيبر أمر النبي sallallahu aleyhi ve sellem Əbə Talhə Xeybər günü zamanı Peyğəmbər sallallahu aleyhi ve sellem Əbu Talhəyə əmr eləyir. Fənədə və Əbu Talhə nida edərək deyir ki, İnnəllaha və rasuləhu yənhəyənikum ən luhumul əl-əhliyyə fəinnəhə rics muttefaqun aleyh. Buyurur ki, Əbu Talhə radiyallahu anh uca səslə, Allah və Rasulü sizə ev eşşəklərinin ətini qadağan edir, çünki o nəcisdir. Buxari Müslim hədisi rəvayət edib. Və hədisin izahına keçid alaraq, İbn Hüseym rahimehullah Buluğul Məramın şərhi Fəth-i Zilcəlal və İkramda qeyd edir ki, müəllifin Xeybər sözünü işlətməsi Xeybər Yahudilərə məxsus qalaların, əkin sahələrinin və tarlaların adıdır və Mədinədən şimal-qərb istiqamətində təxminən 160 km məsafədə yerləşir və tanınmış yerdir. Bu hadisə hicrətin 7-ci ilin əvvəllərində Məhərrəm ayının sonları Səfər ayının əvvəllərində baş verir və deməli, iki Yəhudi qəbiləsi bir araya gəlir. Bənu Qureyzə Yəhudiləri və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinədən çıxartdığı Bənu Nadir Yəhudiləri, yəni bunlar Xeybərdə cəmləşmişdilər və onlar bədəvləri və başqalarını Peyğəmbərə sallallahu aleyhi ve sellem qarşı qızışdırmaya başladılar. Və buna görə də Allah Rasulü sallallahu aleyhi ve sellem onların üzərinə, yəni onlarla döyüşür və Allah Hüdeybiyyə döyüşündən qayıdarkən ona Xeybəri vəd eləmişdi və Allah həmd olsun ki, bu reallaşır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem oranı fəth eləyir və beləcə Allah Rasulü sallallahu aleyhi ve sellem onları mühasirəyə aldıqda onlar sülh istədilər, o da onlarla sülh bağladı. Sülhün şərtlərindən biri də bu idi ki, onlar heç bir şey gizlətməməli idilər. Lakin, yəni hər zaman olduğu kimi Yahudilər, xəyanətkar Yahudilər, Hüyey ibn Əxtaba məxsus olan, içərisində qızıl zinət əşyaları olan bir dəri gizlətdilər, hansı ki, bunun içərisində qızıl zinət əşyaları var idi və gizlətdikləri üçün əhdi pozmuş sayıldılar və Peyğəmbər sallallahu aleyhi ve sellem həmin qalaları fəth elədi. Lakin deməli oradan bir qism qaçıb getmişdi və qalanları isə Peyğəmbərdən sallallahu aleyhi ve sellem orada qalmağı xahiş elədilər və məqsəd bu idi ki, sahabələrin, Allah onlardan razı olsun, əkin və onların zəhmət yükünü həmin bu Yahudilər öz üzərlərinə götürsünlər və çıxan məhsulun yarısı onlara qalsın. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu təklifi qəbul edir. Onlar orada qalıb şumlayır və əkirdilər. Məhsuldan və meyvədən çıxanın yarısı onların olurdu. Nəhayət hicrətin 20-ci ilində Ömər, Allah ondan razı olsun, onları oradan çıxartdı. Çünki onlar Abdullah ibn Ömərə və başqalarına qarşı təcavüz eləmişlər. Həmçinin artıq müsəlmanların onlara ehtiyacı qalmamışdı.
Və hədisdə qeyd olunan Peyğəmbər sallallahu əleyhi və səlləm Əbu Talhaya əmr etdi. Əbu Talha Ənəs radiyallahu anhu, Allah hər ikisindən razı olsun, arasındakı qohumluq əlaqəsi Ənəsin anası Ümmü Süleymin həyat yoldaşı idi. Və deməli Əbu Talhaya əmr edir və o da nida edir Əbu Talha. Yəni nida etmək Əbu Talhanın uca səslə, uca şəkildə səsini qaldıraraq Peyğəmbər sallallahu əleyhi və səlləmin sözlərini insanlara çatdırması idi. Nida ümumiyyətlə yüksək səslə eşidilən danışıqdır, münadə. Münacat isə alçaq səslə edilən danışıqdır. Allah Teala'nın bu ayəsidir, Məryəm surəsi 52-ci ayə. وَنَادَيْنَاهُ مِنْ جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا. Biz Musanı sağ tərəfindəki dağın yaxınlığından çağırdıq. Nida, münadə, yəni uca səslə və onunla danışıb onu özümüzə yaxın etdik. Və nəciyyə isə, münacat isə deməli alçaq səslə edilən danışıqdır. Və ravinin deməsi ki, Allah və Rasulü sizə qadağan edir sözü barədə, bu xitab deməli Xeybərdə eşşək ətləri üzərində tonqallar qalayan sahabələrə ünvanlanmışdı. Və belə ki, insanlar çoxlu sayda eşşək qənimət əldə etmişlər, onları kəsir və bişirirdilər. Allah Teala, uca Allah həmin saatda ətlər hələ yəni qazanlarda bişməmiş, onlara haram etdi. Və ev eşşəklərinin haram edildiyi vaxt məhz elə həmin bu vaxtdır. Və ondan əvvəl isə onlar halal idi. Və Peyğəmbərin sallallahu əleyhi və səlləmin elan üçün, çağırış üçün Əbu Talhanın seçməsinin səbəbi, çünki Əbu Talha səsi çox uca idi və belə ümumi məsələlərdə xəbərin hər tərəfə yayılması tələb olunan hallarda səsi daha gür və daha təsirli olan kimsənin bu işi görməsi məqsədə uyğundur. Hədisin faydalarından birinci fayda, ev eşşəklərinin ətinin haramlığına dair dəlilin elə bu hədisdə mövcud olması və bu hökmdə Allah və Rasulü sizə qadağan edir, yəni həyanikum kəlməsindən götürülür. Çünki o ricsdir. Çünki o nəcisdir, murdardır. Və burada qadağa deməli haramlığı bildirir. Əsl olan odur ki, haramlıqdır. Və nədisdə əsl olan isə ondan çəkinməyin vacibliyidir. Və ikincisi isə, ikinci fayda, şəriət hökmlərini elan etmək üçün mümkün olan ən güclü vasitələrdən istifadə etmək lazımdır. Və bunun dəlili Peyğəmbərin sallallahu əleyhi və səlləm, yəni bu şəriət hökmünü elan etmək üçün səsi uca olan bir şəxsi seçdi. O da Əbu Talhanı seçdi ki, Əbu Talha bu hökmü insanlara bəyan eləsin. Üçüncü fayda, elmin və şəriətin təbliğ edilməsində başqasını vəkil təyin etməyə icazəli olması. Və bu da Peyğəmbərin sallallahu əleyhi və səlləm Əbu Talhaya nida etməyi əmr etməsindən götürülür. Lakin şərt budur ki, burada həmin vəkil etibarlı birisi olmalıdır. Etibarlı olmayan kimsənin vəkil edilməsi belə məsələlərdə icazəli deyil. Dördüncü fayda, tərcüməsi saxlamağın istifadə etməyə icazəli olması. Yəni, öz dilini bilməyən bir qövmə xitab etmək istəyən alim üçün onlara elmi çatdıracaq bir tərcüməsi təyin etmək icazəlidir. Lakin şərt, həmin tərcüməsi hər iki dili yaxşı bilən və əmanət sahibi etibarlı birisi olsun və həmçinin də mənalara xələl gətirməsin. Beşinci fayda, səs uzaldanlardan, mikrofonlardan xütbəni namaz qılanlara çatdırmaq üçün istifadə etmək, həmçinin daha geniş və daha sürətli yayılan radio və ya digər kütləvi vasitələri kimi vasitələrdən istifadə etmək
sünnənin gətirdiyi yolla müvafiqdir, tam uyğundur. Buna görə də bu cür vasitələri inkar edib, bu bidətdir, çünki Peyğəmbərin sallallahu əleyhi və səlləm dövründə məlum deyildi deyənlərə bu hədisdə cavab var ki, bu kimi vasitələrdən istifadə etmək olar. 6-cı fayda. Şəriət hökmlərində Allahın adı ilə Rəsulun sallallahu əleyhi və səlləm adını və bağlayıcısı ilə birgə qeyd etməyin icazəli olması, zikr etməyin icazəli olması. Bu hədisdən götürülür ki, Allah və Rasulü, innallaha və rasuləhu sizə qadağan eləyir ifadəsindən götürülür. Peyğəmbər sallallahu əleyhi və səlləm burada sonra thümmə kəlməsini sahabə burada thümmə kəlməsini işlətmədi. Bunun səbəbi budur ki, sonra kəlməsinin işlədilməməsinin səbəbi budur ki, Rasulun sallallahu əleyhi və səlləm qadağası Allahın qadağası ilə birdir. Necə ki, Allahu Teala uca Allah buyurur: "Və men ya'sillahi və rasulehu" kim Allahın və onun Rəsuluna asi olarsa, fəqad dalla dalalan mubina. Artıq o açıq aydın bir azğınlığa düşmüşdür. Və yenə buyurur uca Allah Nisa surəsi 80-ci ayədə: "Men yuti'ir rasulə fəqad ata Allah." Kim Rəsula itaat eləyərsə, Allah itaat etmiş olar. Peyğəmbərdən sallallahu əleyhi və səlləm çıxan hökm Allahdan olan hökm kimidir. Allahdan olan hökmdür. Allahın adı ilə Rasulun adını və bağlayıcısı ilə birləşdirmək səhih və düzgündür. Belə bir sual verilə bilər. Allah bunu, yəni ev eşşəyini qadağan etməsi haradadır? Axı Allah öz Peyğəmbərinə belə deməsinə buyurub: "Qul la acidu fīmā uhiya ilayya muharraman alā tā'imin yat'amuhu illa an yakuna meytatan aw daman masfuhan aw lahma khinzirin fa innahu rijs." De, mənə gələn vəhiylər içərisində ölü heyvan, axar qan, donuz əti istisna olmaqla yemək yeyən kimsə üçün haram edilən bir şey tapmıram. Və deyə bilərlər ki, bu ayədə haramlar üstdür. Ölü heyvan, qan və bir də donuz. Axar qan və bir də donuz. Və ev eşşəkləri bunların içərisində yoxdur. Elə isə Allahın qadağası hardadır? Cavab olaraq qeyd olunur ki, bu ayə Ənam surəsindədir. Ənam surəsi 145-ci ayə və Ənam surəsi Məkkədə nazil olub. Hədis isə hicrətdən sonra Xeybərdə baş verib. Və həmçində ayədə "Qul lən əcidə" mənə vəhy olunacaqlar içərisində lən əcidə, yəni haram tapmayacağam kəlməsi keçmir. Əgər ayənin ləfsi ayə lən əcidə olsaydı, o zaman bu hədis ayə zidd olardı. Lakin ayə belədir ki, "Qul la əcidu fīmə uhiya iley." Mənə vəhy olunmuşlar içərisində haram tapmıram. Və həmçində ayə belə deyil ki, "Fīmə yuhə ileyyə." Mənə vəhy olunacaqlar içərisində deyilməyib. Lakin ayə belədir ki, mənə vəhy olunmuşlar içərisində yeyənlər üçün haram olanı tapmıram. Və beləcə ayə Məkkədə nazil olub və həmin günlərdə bu üç növdən başqa haram yox idi və buna görə də ayə ilə hədis arasında yaxud ayə ilə Peyğəmbərin sallallahu əleyhi və səlləm hər bir köpək dişli yırtıcını və hər bir caynaqlı quşu qadağan eləməsi arasında heç bir ziddiyyət yoxdur. Ayə aydındır və azca diqqət yetirmək kifayətdir ki, bu hədisə və bənzərlərinə qarşı ayəni dəlil gətirməyə ehtiyac olmadığı məlum olsun. Və əgər biri desə ki, tamam, biz bununla ayə və hədis arasında ziddiyyət olmaması ilə razılaşdıq. Lakin Allahın bunu Peyğəmbərinə sallallahu əleyhi və səlləm qadağası hardadır? Cavab olaraq qeyd edirik ki,
Allahın bunu qadağan etdiyini bizə xəbər verən elə Allah Resulü sallallahu əleyhi və səlləm özüdür. Buna görə də biz buna iman gətirməli və deməliyik ki, Allah ev eşşəklərinin ətini qadağan etmişdir. Bunun hansı nasda olmasına gəldikdə isə bizə rəvayət edənin Allah Resulü sallallahu əleyhi və səlləm olması kifayətdir. Bizim dərindən araşdırıb tanattu etməmiz, vəhiy haradadır, Allahın Resulü sallallahu əleyhi və səlləm qadağası haradadır və buna bənzər suallar verməyimizə ehtiyac yoxdur. 7-ci fayda. Qadağada əsl olan haramlıqdır. Çünki hədisdə ravi qeyd edir ki, o ikisi Allah və Resulü bunu sizə qadağan edir. Çünki o nəcisdir, çünki o murdardır sözündən götürülür və hər bir nəcis olan şey haramdır. 7-ci fayda. Ət hədisdə keçən ləhim kəlməsi mütləq şəkildə işləndikdə bədənin bütün hissələrini əhatə edir. Çünki ev eşşəklərinin haramlığı icma ilə sabitdir. İstər onun əti, istər qaraciyər, istər qarnı, istərsə də bağırsaqları olsun, bunların hamısı şəriətdə ət, ləhim adlanır. 8-ci fayda. Çöl eşşəklərinin ətinin halal olması və bu hökm hədisdəki ev eşşəyi əl-əhliyyə qaydasından götürülür ki, bunun əksi olan çöl eşşəkləri halaldır. Və sual ola bilər ki, ev eşşəklərinin haramlığı insanların onlara minik və yük daşımaq üçün ehtiyac olduğu üçündür. Yəni, haramlıq buna görədir. Yəni, əgər halal olsa, insanların miniyi azalar və çətinlik yaranar, yoxsa haramlıq onun murdar olduğu üçündür. Cavab olaraq qeyd etmək olar ki, cavab ikincidir. Yəni, onun murdar olduğuna görə. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buna dair açıq nas gətirib. Həmçinin bəziləri iddia etdiyi birinci illət, birinci səbəb ki, minik vasitəsinin azlığı qorxusu, bu batildir. Belə ki, insanlar dəvələrin minilməsinə daha çox ehtiyac duyurlar. Lakin buna baxmayaraq dəvə əti halaldır. Həmçinin insanlar yer şumlamaq üçün inəklərə eşşəklərdən daha çox ehtiyac duyurlar. Lakin buna baxmayaraq inək halaldır. Deməli, doğru olan Allah Rasulunun sallallahu aleyhi ve sellem bəyan etdiyi səbəbdir. Yəni, onun murdar olmasıdır. Nəcis olmasıdır. İnsanların minik vasitələrinin daralması, azalması qorxusuna gəldikdə isə bu iddia doğru iddia deyil. Növbəti fayda biz artıq əvvəldə qeyd etmişdik ki, ev eşşəyinin ağız suyu, göz yaşı, təri, tükü nəcisdir, yoxsa ki, yox. Burada müəllif qeyd edir ki, İbn Seym rahimehullah Həmbəli məzhəbində məşhur olan ev eşşəyinin bütün hissələri və ifrazatları nəcisdir, murdardır. Sidiyi, peyni, ağız suyu, təri və bədəndən çıxan irin və digər şeylər nəcis sayılır. Çünki Peyğəmbərin sallallahu aleyhi ve sellem çünki o ricsdir, murdardır sözü ümumi bir ifadədir. Və bu Həmbəli məzhəbindən məşhur olan rəydir. Hətta bir eşşək deyiblər ki, az miqdarda olan sudan içərsə, suyun rəngi və ya dadı və iyi dəyişməsə belə, həmin su nəcis sayılır. Lakin buna, həmin buraya belə bir cavab var. Və inşallah ki, doğru rəy də budur, üstün rəy də budur. Peyğəmbər sallallahu aleyhi ve sellem pişik haqqında dedi ki, o nəcis deyildir və səbəbini izah edərək buyurdu ki, insanların ətrafında çox dolanan
Tavafin bir heyvan olması ilə əsaslandırdı. Və məlumdur ki, eşşəklərin də insanların ətrafında dolanması, xüsusən də kənd yerlərində və insanlara xidmət eləməsi pişiklərə daha çoxdur. Və pişikdə təmiz olmağa səbəb olan bu illət, insanlarla iç-içə yaşamaq eşşəklərə daha qüvvətli şəkildə mövcuddur. Və buna görə də pişikdə olduğu kimi eşşəyin də təri və ağız suyunun təmiz olması hökmü vacibdir və doğru olan rəy də budur. Buna eşşəyin təri və ağız suyunun təmiz olmasına dəlil odur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm və sahabələr eşşəklərə minirdilər. Eşşəyə minən kəs isə yaşlıqdan xali ola bilməz. Ya eşşəyin təri, ya yağış suyu dəyərək heyvanın yaş olması və s. belə axır. Yəni onun tükündə bir yaşlıq olacaq, nəmlik olacaq və paltar da istər-istəməz ona toxunur. Həmçinin və belə olduğu halda qeyd edilir ki, yəni nəcis deyil, yəni həmin hissələrin təmizlənmir həmin hissələr. İnsanın paltarına dəyən hissələr təmizlənmir. Həmçində eşşəklər su içdikdən sonra başlarını sirkələyirlər və su ətrafdaşları üzərinə sıçrayır və ona görə də hətta belə olsa da həmin şəxs paltarını bundan təmizləmir. Və xüsusən də heyvanlarla çox vaxt keçirənlər üçün bu şey çətinlik yaradardı. Yəni hər dəfə paltarını təmizləsin, paltarını dəyişsin və s. belə axır. Bu həmin şəxslər üçün nədir? Bir çətinlikdir, məşəqqətdir. Din isə məşəqqət, çətinlik gətirməyib. Əksinə darlıq və çətinliyi aradan qaldırmaq üçün gəlib. Və doğru olan və üstün olan racih görüş də odur ki, eşşəyin ağız suyu, burundan çıxan ifrazatı, göz yaşları və təri təmizdir. Yəni nəcis deyil, murdar deyil. Çünki eşşəklər ətrafımızda çox dolanan heyvanlardandır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm pişiklər barəsində bunu xəbər vermişdi. Növbəti fayda isə müəllif İbn Həcər Əsqalani rahimehullah, Allah ona rəhmət etsin, hədisin bu qədərinlə kifayətlənmişdi. Lakin o sahabələrin o ətləri bişirdiklərini, qazanların o ətlərlə qaynadığını, Peyğəmbərin sallallahu əleyhi və səlləm isə qazanların aşırılmasını və sındırılmasını əmr etdiyini zikr etməmişdi. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm Allah Resulü sallallahu əleyhi və səlləmə qazanların sındırılmasını deyildikdə sahabələr yuyulmasını dedilər. Peyğəmbər sallallahu əleyhi və səlləm yəni buyurur ki, onları yuyun. Yəni hədisin qalan hissəsi, bu hissəsi dəlildir ki, yəni haramlığı sabit olan bir şeydə davam etmək haramdır. Yəni artıq qadağa gəldi, qazanlarda eşşək ətləri var idi və qazanlar boşaldıldı. Deməli, haram sabit oldu və harama davam edəmədilər. Hətta həmin şey işin əvvəlində halal olsa belə, əgər haramlıq sabit olarsa, o işdə davam etmək haram sayılır. Necə ki, sahabələr bunu elədilər. Təbii ki, məlumdur ki, indi yəni Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından sonra artıq əvvəli halal, sonra haram olan yeni bir şey yoxdur vəhiy kəsildiyi üçün. Lakin bunun əsasında deyirik ki, əgər bir insan bir işlə məşğul olarkən, onu eləyərkən həmin şeyin haram olduğunu öyrənərsə, dərhal ondan çəkinməsi vacibdir. Yəni, misal olaraq deyə bilərik ki, bir insan ipək geyinməyin halal olduğunu zənn edir və ipək geyinərsə, sonra ona ipək geyinmək haramdır deyilsə, o saat onu tərk edilməlidir. Lakin, təbii ki, bir şərtlə, yəni əgər onun övrətini örtəcək başqa bir paltarı varsa,
dərhal bu paltarı dəyişməlidir. Yox, əgər yoxdursa, başqa paltar tapana qədər gözləyir. Və yaxud da bir insan bir içki içir və ona deyilsə ki, bu içdiyin içki haramdır, dərhal onu tərk etməlidir. Həmən içkini tərk etməlidir, ondan uzaqlaşmalıdır. Və növbəti fayda isə Peyğəmbər sallallahu əleyhi və səlləmin öyrətmə metodunun və bu təliminin gözəlliyi. Belə ki, Allah Resulü sallallahu əleyhi və səlləm bir hökmü zikr eləyəndə, etdikdə onun səbəbini də zikr edirdi, illətini də zikr edirdi. Və bu da elm əhli qeyd edib ki, ən gözəl öyrətmə üslubudur. Və buna görə də müəllim istər sinifdə, istərsə də başqa yerdə ona yaraşan odur ki, insanlara bir şey öyrətdikdə onları dəlillə birgə zikr eləsin və yaxud da tutarlı bir səbəblə zikr eləsin və belə olduqda nəfs, insan təbiəti, insan qəlbi o hökmü daha rahat qəbul edir və ona arxain olur. Ümumiyyətlə, hökmün səbəblə birgə izah edilməsinə bir neçə fayda var. Birincisi, insan qəlbinin hökmə qarşı arxain olması. İkincisi, şəriətin ucalığının bəyanı. Şəriət heç bir şey hikmətsiz əmr etməz və ya qadağan eləməz. Üçüncüsü, həmin hökmə əsasən qiyas çıxarmaq imkanının yaranması. Və sonda bir məsələ, xəstəliklərin müalicəsi üçün eşək südündən istifadə etmək olar, yoxsa ki, yox. Cavab olaraq qeyd edirik ki, xeyr icazəli deyil. Çünki Uca Allah haram buyurduğu bir şeydə bizim üçün şəfa qoymamışdır. Əgər belə bir hal baş verərsə, bir xəstə haram bir şey qəbul edib şəfa taparsa, bu həmin xəstənin sağalmasının Allahın qəza və qədəri ilə üst-üstə düşməsi səbəbindəndir. Yoxsa həmin şeyin özü şəfaya səbəb deyildir. Və bu, qəbirlərə, bütlərə, ağaclara, daşlara və bənzəri şeylərə dua edib istədiklərinə nail olan insanlar kimidir. Yəni, istəklərinin hasil olması qəbrə, bütə, ağaca görə deyil, Allahın o an üçün təqdir etdiyi qədərə görədir. Buna görə də sağalmanın bu haram səbəblə baş verdiyini demək qeyri-mümkündür. Çünki sağalmanın, şəfanın bir çox səbəbləri vardır. Bunlardan biri Allahın istəyi, məşiyyəti, digəri isə xəstəliyin öz vaxtını tamamlayıb yox olmasıdır. Ona görə də belə şeydən istifadə etmək olmaz, haramdır. Necə ki, görürük ki, yəni bazarlarda, bəzi yerlərdə bəzi şəxslər eşək südünü satırlar. Yəni olduqca qiymətli bir şəkildə. Təbii ki, bunun istifadəsi haramdır, olmaz. Yəni haramda Uca Allah şəfa qoymayıb və insan bunu konkret qayda olaraq özündən götürməlidir və şəfanı yalnız halalda axtarmağa, mübahda axtarmağa çalışmalıdır. Uca Allah bizləri eşitib yaxşısına tabi olanlardan etsin. Subhanəkəllahumma hamdik. Əşhədu en la ilahə illə ənt, əstəğfiruke və etûbü ileyk.